Salam uşaqlar, bugün cimlə işləyirik və videolarım davamlı olması üçün sadəcə bəyənməniz və abunə olmanız kifayətdir. 8-ci mətnə keçək, 9-cu sinifə aid uşaqlar, davam edək, mətni tərcümə edim oxuyum. Ondan sonra da həmişə kimi suallara cavab verərik. Так. Основу азербайджанской нефтяной промышленности в конце 19 века заложили братья Nobel. 19-cu əsrin sonunda Azərbaycan neft sənayesinin təməlini Nobel qardaşları qoyublar. В Балаханах они приобрели первый участок, где нашли нефть. Və onlar neft tapdıqları ilk sahəni Balaxanıda əldə etdilər. Братья купили керосиновый завод, построили первый нефтепровод. Qardaşlar kerosin zavodu aldılar və ilk neft kəmərini inşa etdilər. Они также спустили на воду первый в мире нефтеналивной танкер və onlar həmçinin dünyada ilk neft tankerini suya buraxdılar. В пригороде Баку братья Nobel построили поселок Villa Petrolia. Deməli və Bakı ətrafında Nobel qardaşları Villa Petrolia qəsəbəsini saldılar. В нем создали парк, деревья для которого привезли из Франции, Италии, Турции və orada park yaratdılar və park üçün ağaçları Fransa, İtaliya və Türkiyədən gətirdilər. Были построены дома для служащих, школы, театр, больницы. Deməli, işçilər üçün evlər, məktəblər, teatr və xəstəxanalar tikildi. Так, братья Nobel заботились о своих работниках. Nobel qardaşları öz işçilərinə o şəkildə deməli qayğı göstərirdilər. Так. Вилла Петролия называют также дом братьев Nobel və Villa Petrolia'nı Nobel qardaşlarının evi də adlandırdılar. Его построили в 1884 году, onu 1884-cü ildə inşa etdilər. Это было первое здание в городе с телефоном, вентиляцией. Deməli, bu şəhərdə telefonu və ventilyasiyası olan ilk bina idi. На нижних этажах находился офис, aşağı mərtəbədə deməli ofis idi, yerləşirdi. На верхних этажах клуб, комнаты отдыха, библиотеки və yuxarı mərtəbədə də isə klub, istirahət otaqları və kitabxana da var idi. Сегодня Villa Petrolia находятся офисы нескольких организаций, Нобелевский нефтяной клуб, залы для международных мероприятий, дом братьев Nobel. Deməli, bugün də Villa Petrolia'da bir neçə təşkilatın ofisləri, Nobel Neft Klubu, beynəlxalq tədbirlər üçün zallar və Nobel qardaşların ev muzeyi də yerləşir. Так, dальше. Это единственный Нобелевский музей за пределами Şvetsiya, rodini Nobeli. Və deyir ki, bu Nobellərin vətəni olan İsveçdən kənarda yeganə Nobel muzeyidir. В нем много вещей, которыми пользовались Nobeli, pianino, çisi, samovar, kartini və deyir ki, orada Nobelin istifadə etdiyi bir çox əşyaları var, piano, saatlar, samovar, tablolar var. Экспонаты приобрели у наследников братьев Nobel, у частных коллекционеров в антикварных магазинах Европы və onları da eksponatlar Nobel qardaşlarının varislərindən, şəxsi kolleksiyalarından və Avropa antikvar mağazalarından alınıb. Так. Посетить музей можно с понедельника по субботу с 11:00 до 17:00. Vxod bесплатный və deyir ki, muzey bazar ertəsindən şənbəyə qədər saat 11-dən 17-yədək ziyarət etmək olar. Giriş ödənişsizdir. Так, birinci sualımız. Определите основную мысль текста. Əsas ideya burada söhbət nədən gedir uşaqlar? Əlbəttə ki, burada Nobel qardaşların tərəfindən deməli belə də yaradılması tarixi də, yəni kəndin Villa Petrolia'nın kəndinin yaradılma tarixi desək, например, история создания братья Nobel поселка Villa Petrolia. Əsas deməli ideya budur, B variantıdır. Дальше. Исходя из текста, определите правильный ответ на вопрос. Почему братья Nobel решили построить поселок Villa Petrolia? Sual belədir. Deməli, Nobel qardaşları niyə Villa Petrolia kəndini tikməyə qərar verdilər? Nəyə görə? Və əlbəttə ki, biz bilirik ki, çünki o işçilərə çox
həmin belə deyək də qayğı göstərirdi, onlara yaxşı baxırdı. Ona görə də bu deməli kəndi tikdi. Потому что они заботились о своих работниках. Так, дальше. Третье. Дополните предложение информации из текста. В наши дни Villa Petrolia функционирует. İndiki zamanda yani deyir ki Villa Petrolia'da yəni necə deyim fəaliyyət göstərdi. Yəni günlərdə bax bu Villa Petrolia'da nələr fəaliyyət göstərir də belə bir sualdır. Və biz də bilirik ki, əlbəttə ki, belə deyək də, həmi Neft klubu və Nobel muzeyi var orada, düzdürmü? Həm də beynəlxalq tədbirlər üçün zallar, düzdürmü? Так, нефтяной клуб и музей Нобеля и залы для международных мероприятий. Deməli 1 və 4-dürsə, onda C variantı burada uyğundur. Yəni mətni mən oxudum və tərcümə etdim. İndi o qədər də çətin deyil də uşaqlar. Onu biz tərcümə edəndən sonra tam başa düşürük ki, söhbət nədən gedir. Так, какое утверждение не соответствует содержанию текста? Yəni mətnə uyğun olmayan. На нижних этажах здания Villa Petrolia размещалась библиотека. Так, deməli burada deyir ki, aşağı mərtəbədə, yəni bu Villa Petrolia'da kitabxana yerləşirdi. Gəlin indi ona baxaq. На нижних этажах находился офис. На верхних этажах клуб, комната отдыха, библиотека. На верхних этажах библиотека. А здесь написано на нижних. Deməli, bu уже bizə mətnimizə uyğun deyil. И пятое. Определите верные утверждения. Burada da düzgün variantları seçməliyik. Gəlin baxaq. Deməli, так. На участке Балахана была найдена нефть. Балаханда düzdür. Есть. Burada Балаханы они приобрели первый участок, где нашли нефть. Görürsünüz? Дальше. Деревья для парка в поселке привезли из Швеции. Deyir ki, kəndə park üçün ağaçlar İsveçdən gətirilib. Xeyr. Burada yazılıb ki, ağaçları İtaliya, Fransiya, Tursiyadan gətiribdir. Bu düz deyil. Дальше. В доме музея хранится много вещей братьев Нобель. Əlbəttə, bu deyir ki, ev muzeyində onların çoxlu əşyaları var. Düzdür. Братья Нобель не смогли приобрести керосиновый завод. Deyir ki, kerosin zavodu ala bilmədilər. Yox. Biz bilirik ki, deməli, ala bildilər onlar. Дальше. В конце 19 века была заложена основа нефтяной pромышленности Azərbaycana. Yəni 19-cu əsrin sonunda Azərbaycan neft sənayesinin təməli qoyuldu. Əlbəttə qoyuldu. Və 5. Deməli 1, 3 və 5. Belə uşaqlar, sağ olun, görüşərik.